Bismillah. 21 may 2026-cı il tarixi üçün ulduzlar həm böyük fürsətlər, həm də bəzi diqqət tələb edən məqamlar vəd edir. Günün əsas astroloji enerjisi ünsiyyət, sevicilik və yeni ideyalara açıq olmaqla bağlıdır. Bürclərin bu günə olan ən dəqiq proqnozunu, həmçinin günün ulduzu parlayan və riskli bürclərini təqdim edirik. Günün şanslı və gərgin bürcləri. Günün ən şanslıları əkizlər, sizin dövrünüz başlayır. Enerjiniz pik həddədir. Diqqət mərkəzində olacaqsınız və yeni başlanğıclar üçün yaşıl işıq yanır. Dolça, yaradıcılıq, sevgi və şans siz tərəfdədir. Bugün edəcəyiniz seçimlər və ya qarşılaşacağınız təsadüflər sizə uğur gətirəcək. Günün gərgin, diqqətli olmalı bürcləri, ox atan. Münasibətlərdə və tərəfdaşlıqlarda anlaşılmazlıqlar ola bilər. Tələsik qərarlardan qaçın. Qız, iş və karyera sahəsində bəzi təzyiqlər hiss edə bilərsiniz. Stresi idarə etmək üçün bu günün əsas imtahanıdır. Bütün bürclər üçün tam proqnoz. Qoç, bugün yaxın ətrafınızla ünsiyyətiniz aktivləşir. Qısa səfərlər və ya vacib zənglər gündəmdə ola bilər. İdeyalarınızı bölüşməkdən çəkinməyin, lakin hər kəslə mübahisəyə girməməyə çalışın. Buğa, maddi məsələlər ön plana çıxır. Gəlirlərinizi artırmaq üçün yeni fürsətlər baxa bilərsiniz. Bugün xərclərinizə nəzarət etmək və lazımsız alış-verişdən uzaq durmaq ağıllı addım olar. Əkizlər, günün qəhrəmanı sizsiniz. Özünüzü güclü, cazibədar və motivasiyalı hiss edəcəksiniz. Həm şəxsi həyatda, həm də işdə təşəbbüsü ələ alın. İnsanlar sizin sözünüzə qulaq asmağa meyillidir. Xərçəng, bugün biraz geriyə çəkilib dincəlmək, enerjinizi bərpa etmək istəyə bilərsiniz. Gizli qalan bəzi məlumatlar və ya sirlər üzə çıxa bilər. İntuisiyanıza güvənin, o sizi yanıltmayacaq. Şir, sosial həyatınız canlanır. Dostlarınızla görüşmək, komanda işlərinə qatılmaq və gələcək planları müzakirə etmək üçün mükəmməl gündür. Arzuladığınız bir dəstəyi bugün ala bilərsiniz. Qız, karyera və hədəfləriniz bugün diqqət mərkəzindədir. Rəhbərliklə danışıqlar və ya məsuliyyətli tapşırıqlar ola bilər. Sakitliyinizi qoruyun. Emosional reaksiyalar işinizə mane olmasın. Tərəzi, dünya görüşünüzü genişləndirəcək hadisələr yaşana bilər. Səyahət planları, təhsil və ya hüquqi məsələlərdə uğurlu irəliləyişlər gözlənilir. Uzaqdan gələn xoş bir xəbər sizi sevindirəcək. Əqrəb, maliyyə tərəfdaşlıqları, kreditlər və ya ortaq büdcə məsələləri gündəmdədir. Hissiyatınız çox güclüdür. İnsanların real niyyətlərini asanlıqla oxuya biləcəksiniz. Dəyişikliklərə açıq olun. Ox atan, diqqətiniz tamamilə ikili münasibətlərdə, evlilikdə və ya iş ortaqlıqlarındadır. Qarşı tərəfin istəklərinə qulaq asmaq bugün böyük krizislərin qarşısını ala bilər. Kompromisə getməyə çalışın. Oğlaq, gündəlik iş qrafikiniz və sağlamlığınız önəm qazanır. İş yerində detal tələb edən tapşırıqları uğurla tamamlaya bilərsiniz. Özünüzü çox yormayın. Qidalanmanıza və yuxu rejiminizə diqqət edin. Dolça, sevgi, hobbilər və yaradıcılıq üçün parlaq bir gündür. Əgər övladlarınız varsa, onlarla vaxt keçirmək sizə xoşbəxtlik gətirəcək. Şans oyunlarında və ya riskli addımlarda bəxtiniz gətirə bilər. Balıqlar, diqqətiniz evinizə, ailənizə və şəxsi məkanınıza yönəlib. Evdə rahatlıq yaratmaq və ya ailə üzvləri ilə keçmişi yad etmək sizə emosional huzur verəcək. Daxili aləminizdə baş-başa qalmaq üçün daha yaxşı vaxtdır. Günün astro məsləhəti. Bugün Merkuri enerjisi yüksək olduğu üçün sözlərin gücü böyükdür. Kiməsə vəd vermədən və ya mühüm sənədə qol çəkməzdən əvvəl 2 dəfə düşünün.